Bunların hamısını yudum səlqə ilə təmizlədim, içərilərini doldurdum. Bu o qədər tez çiklənir ki, bunları filan yudum, divarı yudum. Bunu təmizlədim. Buralar da yumuşam, amma işim davam eləyir hələ də. Amma video çəkə bilmirəm. Sobanı filan təmizləməliyəm və bəbəş yatmışkən eləməliyəm bunu. Heç vaxt tapa bilmirəm. İş görürəm, bəbəşi sonra oynadıram, yeməyimi filan verirəm, təkrar yenə qayıdıram, yatızdırıram, qayıdıram. Sürtmə işləri davam edir. Yaxşı nəticə almışam deyim ki, sizə təmizlənirlər. Biraz da vurmuşam, gözləyirəm. Deməli, bununla elədim. Tərifləmişdilər alanda. Həqiqətən qəşəng imiş. İndi bunun başını çıxartdım, burasını. Bu şüşəni də çıxardım, təmizləyim. Sobaya o dərmandan vurdum. Sonra qoydum qızmağa. Görsün soba necə təmizlənib. Gəl ki, ləkələr qaldı. Çox pis oldum. Niyə belə ləkələr? Yəqin ki, belə yandırıb qoymaq olmazmış. Çox pis, çox təəssüflər olsun. İndi isə bunları sürtüb yerləşdirəcəm ora. Yəni demək istəyirəm ki, elə eləmir də birdən qoşub eləyərsiniz mənim kimi nəbadə. Bunları yudum, indi də taxacam yerinə. Bunları da yudum, bunları da qoyum yerinə. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Üzrlü sayın ki, salamı gec verdim, çünki videonun əvvəlindəki kadrlarda ancaq özüm danışmışam. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün işlərim çox olub, işlərin arasında istədim ki, mərci də hazırlayım, yoldaşım iftara istəmişdi. Oruclu da xoşlayır ki, quru yemək yanında sulu yemək də olsun. Şorbası hazırlayıram, həm də Instagram üçün video çəkirəm. Bu mənim işığımdır bildiyiniz kimi. Bəbəş də ağlayır orada, qaçım. Dedim ki, mərci şorbasını bişirərkən bir də videoya çəkim ki, paylaşım, çünki şorba çox baxılan videodur. Amma ki, Instagramdakı videolar estetik olmalıdır və mən bu videonu bəyənmədiyim üçün sona qədər çəksəm də paylaşmadım. Instagramı olmayan abunəçilərim üçün buradakı shorts videolara həmən videoları paylaşıram. O videolar haqqında fikirləriniz necədir, bəyənirsiniz ya yox, bu barədə mütləq rəylərdə mənimlə paylaşın. Mərciyə isə mən normalda kök və kartof da əlavə edirəm, sadəcə bugün evimizdə kök yox idi, əlavə etmədim. Mərci bişir. Burada indi mərcinin sozunu hazırlayacağım. Bunu da qoyuram bayıra ki, yoldaşım gələndə aş bişirəcək. Mərcinin sozu üçün isə ayrı bir tavada çərək yağına nanə və pul biber əlavə edib qovururam. İçərisinə isə sarımsaq əlavə edirəm sondakıya da. Bugün operativ işləməyə çalışıram, çünki bugün bəbəş yaxşı olub. Ona görə də bu portağal ki alınmışkən bir ədəd portağallı keks hazırlayıram. Mərci bişənə kimi bir də bu qədər portağal olmuşkən hələ bir karobka da orada var. Dedim ki, portağallı keks hazırlayayım. Həm də Instagram üçün video çəkirdim. Ona görə elə bir arxaya elə bir fon vermişəm. Maşının səsi də işləyir. Ona görə belə səslər çıxır. Şirniyyat artıq bişir. Ona görə mən də su hazırlayıram. Apesinin sokunu hazırlayıram ki, şirniyyatın üstünə əlavə edeyim. Mən elə uşaqlıqdan nə portağallı keks, nə portağallı nəsə bir şirniyyat olsun, konfet olsun, nə limonlu, nə də portağallı sevmirəm. Şeyinin gəlməyinə az qalıb. Nəhayət ki, hazırladım. Həmən portağallı keks deyim, şirniyyat deyim. Axır ki, hazırladım. Yaxşıdır, qəşəngdir. Keçəcəm qabları yumağa. Nə edirsiniz burada? Bu qəb əslində çox iridir. Bunu normalda istifadə eləmirəm. Sadəcə şəkərbura paxlava üçün çıxartmışdım ki, istifadə eləyim. Normal vaxtlarda belə qabları xoşlamıram, ancaq bayramdan bayrama. Sadəcə şəkərburamız, paxlavamız hamısı bitdi. Heç birinci çərşənbədə oldu da, yəni ikinci çərşənbəyə qalmadı. Ona görə də hamısını düşünürəm ki, yenidən bişirim inşallah. Qısa videolarda bilmirəm baxmısınız ya yox, villamızda qonaqlıq videolar çəkmişəm. Onsuz da bilən bilir ki, bizim ev villa deyil. Sadəcə bunu zarafat üçün yazmışam, həm də ki izlənsin deyə başlığını elə qoymuşam. Amma ki o videonun altına bir rəylər gəldi ki, villanızı gözümüzə soxdunuz, villa deyir, bildik villanız var. Qızlar, çox videolarımda bu hicabı görə bilərsiniz. Bir də bu ağı. Bütün hicablarımı unutmuşam bu hicablardan sonra. O qədər gözəldilər. Yəni mən bunları nə qədər tərifləsəm azdır. 2 dənə rəngini almışdım axı Temudan. İstəsəniz linkini paylaşacağım. İndi gedəcəm mən bunların bütün rənglərini alacağım. Çox gözəldir də. Yəni bir dəqiqədə bağlayırsınız, bir dəqiqəni alır. Altdan topuş falan vurmağa da ehtiyac yoxdur. İstəyirsiniz gəzməyə gedəndə, istəyirsiniz evdə. Bir dəqiqəyə bağlayırsan, çox rahat, həm də çox gözəl görsənir. Çəkdiyim videonun indi arxa planında bunları təkrar yerinə yığmalıyam. Məni izləyən hicablı xanımlar varsa mütləq girin o linkə, alın. O qədər gözəldir ki, yəni bütün rənglərini gedib alacağım da. Mən indi anlamışam ki, rahatlıq nə demək. Şəkər pudrası yox idi deyə
Bunda Pesork'tan şeker pudrası hazırladım. Biraz istifadə edim. Qalanı da belə qaba aldım ki, lazım olar sonra. Qaldı ki, bu villa məsələsinə ki, mənə yazıblar ki, villanı reklam elədin, villanı gözümüzə soxdun. Yəni dediyim kimi birincisi villa yoxdur ortalıqda, ikincisi isə həqiqətən də məni tanıyan həyatda olsun, burada olsun adamlar bilir ki, mənim həqiqətən də villam olsa belə, mən onunla öynəsi bir insan deyiləm. Çünki mən artıq həyatı başa düşürəm ki, heç bir şey bizim deyil. İstəyir villamız olsun, istəyir can sağlığımız olsun, istəyir ailəmiz olsun, övladımız olsun. Övladdan doğma insana adam yoxdur ki, yəni adam bilir ki, övladı sən dünyaya gətirmisən, yəni ki, sənindir. Başqa bir adama mənsub deyil. Amma o övlad belə bizim deyilsə, insanın var dövləti ilə və yaxud gözəlliyi ilə, şan şöhrəti ilə, pulu parası ilə, can sağlığı ilə öyünməyi yersizdir. Yəni mən bunu anlayacaq yaşdayam və heç bir zaman bunlarla mən öynəsi bir adam deyiləm. Sadəcə əgər biz indi burada video çəkirəmsə, əlbəttə ki, onu maraqlı etmək üçün ola bilər ki, hansı ifadələrdən istifadə edəyəm və yaxud da gözəl bir şey görəndə, məsəl üçün gözəl bir qab görəndə, məndə elə bir xasiyyət var ki, deyirəm ki, ay Allah nə gözəl qabdır. Yəni həqiqətən də heyran olduğum şeylərə var, bildirirəm də hisslərimi. Bu normal bir şeydir. O demək deyil ki, onunla ya öyünürəm, ya onunla fərəhlənirəm. Yəni elə bir xasiyyət yoxdur mənim. Hüseyin yemək gözləyir. Bizim bu bəbəş də ağlayır. Yatmaq istəyir deyəsən, amma onun da yeməyin verməliyəm. Ona görə gözləyirəm bişsin. Bunu o vaxta qədər gəzdirirəm. Bax. Limonu atmadan dedim ki, hər dəfə belə edirəm. Limonu atmadan hər yeri bir sürtürəm, ondan sonra atıram. Hətta deyim ki, elə adamlar ki var ki, belə mal hərisidirlər və yaxud onunla övünürlər və yaxud başqa şeylərlə. Mən onlara baxıb, yəni gülməyim gəlir içimdəki, çünki bir saniyə içərisində əlimizdən çıxan şeylərdir. Heç bir şey əslində bizim idarəçiliyimizdə deyil. Qabıqları keksi bişirəndə çıxartmışam. Bundan mürəbbə eləyəcəm. Göstərəcəm sizə də. Bu qədər işim var idi. Onun üstünə hələ Hüseyin də dedi ki, mən mərzi sevmirəm. Ona görə də ona ayrıca kartoşka bilirdimi? Gələndə o söz deyəcək. Ayrıca kartoşka qızartdım ona da. Elə yenicə bu barədə evdə söhbət düşmüşdü. Deməli Həsən xəstələnmişdi. Mən də yoldaşıma dedim ki, əslində ağır keçir dərdi. Mən qoymadım ağır keçirsin. Çünki burununa filan gedib gəlib maz vurmuşdum. İnanırsınız o söz belə, o sözü deməyim belə məni çox narahat elədi və tez düzəltdim. Dedim ki, yəni əstəğfurullah, mən eləmədim. Yəni Allah elədi. Sadəcə yəni dedim ki, mən də getdim, gəldim, üstünə düşdüm. Bunu bilərəkdən və yaxud bilməyərəkdən həyatımızda çox edirik. Məsəl üçün idman eləyən adam deyir ki, çox sağlamam, çox gümraham, bu mənim öz sayəmdə olub, gedib gəlib idman eləmişim. Düzdür, dolayı yollarla insan özü də iradəli olmağı nəyinsə kömək edir. Amma yenə deyirəm, idman eləyən adam belə, yəni olub ki, tanışımız olub korona vaxtı və çox idmançı olub. Hədsiz dərəcədə idmanla, uşaqlıqdan məşğul olan adam olub. Bir virus onu yəni yıxdı yerə. Halbuki düşünürdü ki, özü də deyirdi ki, mən elə gümraham, elə sağlamam ki, heç bir virus mənim bədənimə təsir edə bilməz. Axır ki, uzun sözün qısası, mən etdim, mən yaratdım, mənim sayəmdə sözləri mənə əslində o qədər də yəni qıcıq verən şeylərdir. Çünki hamısı Allahın bizə verdiyi, yəni Allah bizə o şəraiti yaradır. İstəyir bədənimizin, yəni bir vitaminimizin belə hara getdiyini bilmirik bədənimizdə. Hansısa nəyisə yeyirik, nə yediyimizdə o vitamin necə yaranır onu bilmirik, nə də ki o vitamin gedib öz yerləri var da, bunun hamısının bədəndə öz funksiyaları var. O funksiyaları nəyin ki biz edə bilərik, nəinki biz edə bilərik, hətta hara gedir, necə edir, bədənimizdən xəbərimiz belə yoxdur ki, orada nə proseslər gedir. Yəni biz ona belə qadir deyiliksə əgər, biz kimi ki, heç kimi nəyinənsə biz övünək. Bədənimizdə olan bir-iki dənə məşhur orqanımızı tanıyırıq, o da ki, internetdən baxırıq ki, görək ki, o necə görsənir. Görək ki, orqandan nələr çıxacaq. Nədir? Ay Allah, mən bunlardan üşənirəm, firə. Neydən? Az bildirsin de. Bu mevsimlerde yer çok güzel şeyde daha markette. Koy bırak. Sən ye, nələr çıxacaq. Pətənə idi. Pətənə idi. O pətənə idi, pətənə idi. Pətənə yox, pətənə. Bu Hüseynin xoşladığından desin, qarıqdala. Ha. Gəlsin kalorilər. Bu hamısının. Necə hamısı? Bunlar karışık. Hə, bu mən xoşladığım. Bu pendir. Bu qoğun sinətidir, hə? O filesi de ha. Bunu mən çox xoşlayıram. Bu da ki kapsiyonlu gürzü. Amma çox kapsiyonlu da bizim Çok işlər ağır kapsiyonludur. olur. Bu gürzüdür. Uşaqlıqda bunu kağızdan düzəldərdi, əgər yadınızdadsa. Mərci şorbasının yanına belə bir şey hazırladım. İşimi yarımçıq qoydum. Bak göz.
Harbi guys. Guys. Baxın, o qədər istifadə eləmişəm, hələ də qalıb, görün nə qədər alıb. Ona görə də deyir yeməyi almışam, çox xeyirlidir, nə bilim bağdandır, heç bir nə bilim kimyəvi maddə falan vurulmayıb. Amma nə qədər yesək də bunu bilirəm ki, xarab olur da artıq, nəsə eləmək lazımdır bundan. Reseptlərə baxıram. Bu aralar ancaq portağal. Damarımızdan portağal suyu axır qan əvəzinə. İnanırsınız bu qablar bitmir. O qədər yuyuram ki, yəni deməyin də, yəni elə bilərsiniz qabları saxlayıram. Buradan yəqin ki, yemək bişirdiyimizə görədir. Arada bir montaj da eləyirəm. Çatdıra bilmirəm ki, son zamanlar o qədər işim olur. Buradan iş görürəm, sonra görürəm ki, yəni yenidən batıb da evlər. Temu və Trendyol'a da qoşulmuşam bu arada. Ona görə sizə linkləri təqdim eləyirəm. Yəni ki, bir şey olanda linkin təqdim eləyəcəm ki, siz linkə girdikcə o mənə fayda verəcək. Yəni istənilən bir şeyin linkini mən sizə göndərsəm və yaxud mənim kodumla girsəniz, o mənə faydalıdır. Burada nədən danışıram? Hansı kəsənin qızması qalxanda mənə bu şamı məsləhət gördülər. Adı Çefekonda, amma heç bir şey yaramadı. Daha sonra bu Feronu dedilər ki, çox yaxşıdır. Bunu aldım, məncə bunun faydası oldu. Düzdür, promoya belə qızmanı salmır. Sadəcə bu həm qızmanın qarşısını alır, həm immuniteti gücləndirir, həm də xəstəliyin simptomlarını aradan qaldırır. Ona görə faydalıdır. Bir də sizə bunu göstərmək istəyirəm. Bu üstündə yazılan ad deyil bunun içərisindəki. İçərisindəki bildiyimiz adi natrium xloriddir. Hansı ki, uşağın burnunu yuyursan, tutulan vaxtı natrium xloridlə. Mən onunla yuya bilmirdim, şprislə narahat idi. Xalam qızı məsləhət gördü. Elə bir boş bir belə bir qaba, burun sprey qabına həmən natrium xloridi əlavə edirsiniz. Çox asanlıqla uşağın burnunu həm belə yuyursunuz, həm də ki, uşağın burnu tutulmuru çox yaxşı olur. Həyatımdakı yeniliklərdən bu olub ki, Trendyol'a qoşulmuşam. Onu dediyim kimi, amma Temu'ya mən çoxdandan qoşulmuşdum. Niyə link paylaşmırdım bilmirəm. Amma o hicabı sırf mənə xeyir olsun deyə demirəm. Həqiqətən də almağınızı tövsiyə edirəm. Bu arada bu Həsən üçün bu spreyi o qədər vurmuşam ki, ayrı spirtdir bu. Qardaşım deyir ki, uşaq piyan olacaq spirt vurmaqdan. Bu artıq o qədər mən bu işlərdə işləmişəm, video çəkmişəm filan və gəlir gətirməyib ki mənə. Və mən artıq istəyirəm ki, düzün deyim ki, yəni buradan bir gəlir əldə edeyim. Ona görə işləri biraz irəlilətməyə, biraz üzərimdə işləməyə, yəni videonu kefim istəyənə yox, biraz daha iş kimi baxmağa qərarı almışam. Çünki Instagramda da baxıram ki, nəticə çox yaxşıdır. Hardasa cəmaatın 1-2 ilə gəldiyi yerə mən 2 ay ərzində gəlmişəm. Tam da əslində bunu deyirəm, görürsünüz, gəlmişəm sözünü çox ürəklə dedim. Yəni Allah icazə verib ki, gəlmişəm. İcazə verməsi təbii ki, gələ bilməzdim, amma ki, yəni mən də çox çalışmışam. Deməli sizə başqa bir şeydən də danışmaq istəyirəm. Hardasa bir neçə dəfədir ki, mənə yazılır ki, Faberliklə işbirliyi edərsiniz ya yox. Mən də dediyim kimi artıq bu işdən gəlir qazanmaq istəyirəm. Ona görə də mesajlara baxıram ki, yəni sponsorlara, reklam təkliflərinə falan baxıram. Dedi ki, həmən xanım dedi ki, storydə paylaşacaqsınız və aylıq paylaşacaqsınız. Aylıq 300 manat, 400 manat pul verəcəksiniz sizə. Birinci fikirləşdim ki, nə olsun ki, Faberlikdir. Yəni Faberlikdir deyəndə belə küçümsəmək istəmirəm. Sadəcə hamıda var deyə artıq anı bezib birazcık. Yəni fikirləşdim ki, gəlir yaxşıdır da 300-400 manat nəyi pisdir ki, evdə qazanar. Bu arada Faberlikdən yazan 7-ci xanım da bu. Səmənlərim yandırmışdım. Alınma səmənləri də yandırmışam. Bu evdə səməni bitmir. Sulamağı yəqin gecikdirmişəm. 2-3 dəfə sulamışdım. O səməni də o gündədir, baxın. Hari, 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 hari. Hari. Gecərin bu aləmində piti yeyirəm. Bu da mənim diyeta saxlayanım. Saat neçədə burada yuxum gəlir, sadəcə bunu çatdırmalıyıq deyə ona görə dedim ki, yoldaşıma sən otur, səni videoya çəkim, artıq mənim geyinləyib orada dayanmağa halım yoxdur. Yoxsa ki, çoxunu demək olar ki, bunu özüm eləmişəm. Hə, sözüm onda yox, razılaşmışdıqdan paylaşacaqdım ki, storydə Faberdi ki, həmən xanım dedi ki, mətni sizə göndərirəm. Mən də dedim ki, yaxşı. Mətnə ki, baxdım, orada yazılmışdı ki, deyilirdi ki, mən sizi öz komandama dəvət edirəm. Mənim komandama qoşulun və birlikdə işləyin. Mən də xanıma dedim ki, yəni burada mənə 1000 manat da versəniz, mən o sözü deyə bilmərəm. Yəni abunəçilərimi allada bilmərəm. Yəni bu mənim üçün çox önəmlidir. Orada deyə bilmərəm ki, mənim komandama qoşulun. Çünki mənim bir komandam yox. Necə yalandan alladım. İnanırsınız o qədər uzun uzadı danışdıq. Onlar zəng vurdu. Bəlkə 3-cü, 4-cü adamdır ki, belə yaxından danışığımı bir 7 qadın mənə yazıbdı o barədə. Dedilər ki, yəni bütün influencerlar bu cür işləyir. Hətta yalandan da olsa həmən qrupa atırıq. Xanım bir dənə səs atır ki, həqiqətən də o qrupdadır. Mən də dedim ki, yəni həqiqətən də istəmirəm. Elə insanları elə allatmaq istəmirəm. Onlar da mənə dedilər ki,
Yəni belə eləyirsinizsə, əgər istəmirsinizsə, onda gəlin sizin özünüzə bir ad açaq. Həqiqətən də sizin komandanız olsun və işləyin. Nə bilim, dedilər ki, çox yaxşı gəlir filan, yəni ki, çox sizdən nə gedir, evə bir şeylər alacaqsınız sadəcə və komanda quracaqsınız, bir-birinin altında yazacaqsınız, bütün komandanız qazanacaq. Yəni bir-birinə bağlı olaraq bütün alt-alta yazdıqlarınızın hamısı yəni qazanacaqlar. Düzün deyim ki, birinci həvəsləndim. İstədim ki, yəni eləyim. Daha sonra fikirləşdim ki, yəni kim gələcək? Yəni heç kim gəlməz yəqin ki. Yəni ona görə fikrimi dəyişdim, daşındım fikrimdən ki, elə nə bilim Trendyol Temuya biraz yönlənərəm. Yəni gəliri o cürünə qazanaram. Əlavə gəlir qazanmaq istəsəm, bu cür yəni inanmıram ki, mən komanda toplaya biləm. Toplasam belə uzun zaman çəkər də. Yəni düşünürəm ki, hər dəfə onlarla birlikdə əlaqə saxlamaq lazımdır, danışmaq lazımdır, enerji lazımdır. Yəni sizin də bu barədə məsləhətlərinizi almaq istəyirəm ki, siz bu barədə nə düşünürsünüz? Mən doğru bir addım atmışam ya yox? Mütləq şəkildə bunları mən niyə danışıram sizə? Çünki mən hər bir şey danışıram ki, biz bir ailə kimi və həqiqətən də öz ailəmdən aldığım məsləhətləri istəyirəm ki, sizlərdən də alım. Burada isə istəyirəm videonu sonlandırım. Sağ olun, gələn videolarda görüşmək üzrə. Allaha əmanət olun. Üzüyüm yanlışlıqla paltarların arasında düşüb maşına. Elə gözəl parıldayır ki, bilsəm elə bundan belə maşında yuyaram bunları.